Salam dostlar. Bəzən insanlar tibbi müayinələrdən qorxurlar. Ha, həkimə gedəcəm, orada nəsə çıxar, mənə nəsə deyər. Bunu eşitmək istəmirəm. Hal-hazırda bizim kişi xəstəmiz təxminən 1 il bundan öncə müayinəyə gəldiyi anda biz ona təklif eləmişdik ki, həkimlərimizdən kolonoskopiya müayinəsi olunur. Kolonoskopiya müayinəsinin mahiyyətindən xəstəmiz qorxduğu üçün imtina etmişdi və 1 ildən sonra xəstədə ciddi ağrılar, ürək bulanma, qarında davamlı ağrı və böyük bayıra getdikdə narahatçılıq hissləri olmuşdu. Və müayinələr əsasında xəstəyə təcili əməliyyat olunmaq zərurəti yarandı və dünənləri biz xəstəyə əməliyyat etmişik. Hal-hazırda xəstəmiz stabildir, normaldır və istərdim ki, xəstə özü dilindən həqiqətən mən dediklərimin ya təsdiq eləyər, ya inkar eləyər və yaxud əlavələri varsa eləyə bilər. Xəstəmiz özü 1 il bundan qabaq sizə deyilmişdi, Bəli. qorxmuşdur Nəsə, bəli, qorxdum. həkimə gəlməkdən, o Bəli, müayinədən. həkimə gəlməkdən qorxdum. Özüm atqaz elədim. Ancaq yanlış eləmişəm. Keçmiş olsun. İndən sonra inşallah yaxşı olacaq. Burada bunu göstərməkdən məqsədimiz, bəzi insanlar düşünürlər ki, həkim mənə hər hansısa ürək açmayan bir söz deyə bilər bu müayinə olunduqda və yaxud ona görə ağrı ola bilər və s. və müayinələrdən imtina edirlər. Bu müayinələr zamanında ciddi bir problemlərin aşkar olunmasına və həyat xilas edici müayinələrdir. Ona görə sizin də həkimləriniz sizə əgər hər hansısa bir müayinə təklif edirsə, o müayinə invaziv olsa da belə onu etmək lazımdır. Çünki həmin müayinə əsasında altda yatan ciddi bir həyat üçün təhlükə yaradan fəsadlar aşkar edilir və zamanında aşkar edilmiş bütün fəsadlar daha asan, daha tez aradan qaldırılması mümkündür. Diqqətiniz üçün sağ olun.